Bayaq mahnı ifaçıları hər zaman olub. Sadəcə hər kəsin öz yeri var idi. İndi yerləri səhv salıblar. Ona görə də onlar da çaşıb. Elə düşünürlər ki, nəsə bilirlər. Onlara riayət edib öz yerlərini göstərsək, hər şey yerinə düşəcək. Axşamaz xəbər verir ki, bu sözləri əməkdar artist Könül Kərimova Günəbax verilişində deyib. Sənətçi bayağı mahnı ifaçılarının efirə dəvət edilməsini qınayıb. Proqramda qonaq olan müğənni Cabbar Musayev isə 1970-1980-ci illərdə də bunlar var idi. Aydınçıq var idi, ona qulaq asırdım. Bütün Azərbaycan onu dinləyirdi. Ancaq ayağının altına gül səpib, onu televiziyaya gətirən yox idi. İndi Aydından da zəif ifaçıları şamlarla, güllərlə elə reklam edirlər ki, oxuya bilməyənlərin bəxti onda gətirib ki, insanların çoxunun musiqi duyumu yoxdur. Sözlərini əlavə edib.